وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyyə bədə əmmə bəd. Selamu aleykum və rahmetullahi və barakatuhu. Biz deməli İmam Buxarinin rahimehullahın səhih əsərin, hədis toplumun oxumaqda davam edirik. 4-cü kitabdayıq, Kitabul Vudu. Deməli 4-cü kitab, Kitabul Vudu 75 bab olmalıdır. Biz 65-ci babdayıq fəsildə. 65-ci fəsildə şeyx buyurur ki, bəb İdə qasələl cənabətə əv qayrəhə fələm yəzhəb ətəru. Yəni, Şeyx Rahimullah burada deyir ki, əgər birdən nəsə paltarında ləkə olsa cənabətdən və ya nədənsə, yuyandan sonra əsəri qalsa, yeri qalsa. Yəni, elə bir ki, Şeyx Rahimullah deyir ki, onun hökmü. Yəni, demək istəyir ki, zərər olmaz. Əsas odur ki, özü gedib. Amma yeri qalıbsa eyb etməz. Yəni, onu demək istəyir. Və şeyx burada 231-ci hədisdə deyir ki, Həddəsənə Musa ibn İsmail əl-Minqari, qalə həddəsənə Abdülvahid, qalə həddəsənə Amr ibn Meymun, qalə səmiyyətu Süleyman ibn Yasar, fi-thawbi tusibuhu əl-cənabə, fəqal, qalət Aişə, radiyallahu anhə, kuntu əxsiluhu min thawbi Rasulillahi sallallahu aleyhi ve sellem, thumma yaxrucu ilə salah, və əsərul qasli fihi buqa'ul əl-mə. Yəni, Ayşə radiyallahu müminlərin anası deyir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellem paltarın, o batan yerin paltarında yuyurdum və o hələ namaza gedirdi və onun əsəri, yəni yeri, hətta qalırdı, bilinirdi, amma yuyulmuşdu. Yəni, burada təbii ki, yəni demək istəyir ki, məsələn, məni hətta qalıbsa məni, o məni nəcis deyil ki, yuyulsun, sadəcə təmizlik baxımından. Təmizlik baxımından yolu. O demək deyil, nə yuyulur, nəcisdir. O demək deyil. Sadəcə burada deyir ki, yəni bildirmək istəyir ki, əgər bir yan batsa və ləkəsi qalsa sonra da eyb etməz. Yəni, o əhli halda elə paltarda namaz qılmaq olar. Sonra Şeyx Rahimullah burada həmən fəsildə, 65-ci fəsildə 2-ci hədisi qeyd edir, 232-ci hədis. Deyir ki, həddəsənə Amr ibn Xalid. Amr ibn Xalid 229-da vəfat edib. قال حدثنا زهير 173. قال عمرو بن ميمون بن مهران عن سليمان بن يسار عن عائشة أنها كانت تغسل منية من ثوب رسول النبي صلى الله عليه وسلم ثم أراه في بقعة أو بقعة. Yani hemsinin ona oxşar rivayətdir. Deyir, Ayşə radiyallahu anh'a paltarın yardı, o batan yeri, sahabe deyir ki, o yeri görsənirdi, bilinirdi, əsəri, təsiri. Lakin hələ namaz qılırdı Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra burada deməli Şeyx Rahimullah 66-cı babda fəsildə buyurur ki, Əbvalil ibli və dəvabbi vəl qənəmi və marabidihə. Yəni dəvələrin, mal və sair kimi heyvanların, qoyunların sidiyi barədə və onların yatdığı yer barədə. Yəni, Şeyx Rahimullah demək istəyir ki, İmam Buxari, yəni onların hökmü. Düzdür, bu barədə alimlər ixtilaf ediblər. Ümumiyyətlə, əti yeyilən heyvanların sidiyi təmizdir, yoxsa yox. Bu məsələdə ixtilafdır. Yəni, təmiz deyənlər də var. Təmiz, yəni, o deməkdir ki, nəcis deyil. Yəni, o yerlərdə namaz qıla bilərsən. O mənada. Və hətta İbn-i Teymiyyə Rahimullah deyir ki, əti yeyilən heyvanların sidiyi təmizdir, lakin şeyx iştihad edib. Çünki başqa rəy var ki, nəcisdir o da. O da natəmizdir. Hətta Şeyxülislam Məcmu Fətavidə 11-ci cilddə təxminən 50 səhifə ayrı bu məsələyə. 50 səhifə. Orada qeyd edir ki, bəs o heyvanların sidikləri təmizdir. Lakin səhih budur ki, yox. Səhih budur ki, inşallah. Sadəcə Şeyxülislam, nə ki İbn-i Teymiyyə, bəzi alimlər deyib onu. Və marabidihə, yəni onların yatağında namaz qılmaq. Hətta İmam Şafii deyir ki, qılmaq olar, nəsə atıb qılmaq. Amma gəlməyib o arada dəlil. Gəlməyib. Burada deməli, deyir ki, وَصَلَّ أَبُو مُوسَى فِي دَارِ الْبَرِيدِ وَالسُّرْقَيْنِ وَالْبَرِيَّةُ إِلَى جَنْبِهِ فَقَالَ هَا هُنَا وَثَمَّ سَوَى. Əbu Musa'dan deyir ki, Əbu Musa elə yerlərdə qılıb və sonra göstərir ki, buranın çöl eynidir hökmdə. Yəni, namaz qılmaq olar.
Yəni o heyvanların yatan yerində. Burada 233-cü hədisdə deyir ki, həddəsənə Süleyman ibn Harb. Süleyman ibn Harb hicrətin 224-cü ilində vəfat edir. Qalə həddəsənə Hammad ibn Zeyd ən Əyyub. Əyyub burada Səxtiyani hicrətin 131-ci ilində vəfat edib. Əbi Qulabə hicrətin 104-cü ilində vəfat edib. Ən Ənəs qalə qadimə unasu min ukul əv urinə fəçtəvu əl-Mədinə fəəmərəhum nəbi sallallahu aleyhi ve sellem biliqah أن يشربوا من أبوالها وألبانها فانطلقوا فلما صحوا قاتلوا راعي النبي صلى الله عليه وسلم واستاقوا النعم فجاء الخبر في أول النهار فبعث في آثارهم فلما ارتفع النهار جيء بهم فأمر بقطع أيديهم وأرجلهم وسمرت أعينهم وألقوا في الحرة يستسقون فلا يسقون. Burada bu hədisdə İmam Buxari bir hədis gətirib burada. Deməli, deyir ki, Ənəs bir dəstə gəldi başqa bir yerdən. Bunlar xəstə idilər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, girməyin Mədinəyə. Çünki keçici xəstəlikdir, Mədinəni xəstələndirəcəklər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, gedin filan yerdə filan keç var, çoban. Onun orada heyvanları var, dəvələri. Onların, o heyvanların sidiyindən üçün və südündən üçün bir müddət. Hətta müalicə kimi də. Bunlar gedirlər, otururlar o çobanın yanında, başlayırlar sidini içməyə və südünü içməyə dəvənin və bir neçə gündən sonra bunlar yaxşı olurlar. Bunlar gedir bu xəstəlik. Bunlar nə edirlər? Bu çobanı tuturlar, bu çobanı kəsirlər əl qolunu, gözlərini çıxardırlar, dəvələri götürüb aparırlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəstə göndərir ki, onları tutun gətirin. Gətirirlər. Əmr edir, necə onları öldürüb, o çobanı bunlar. O cürdə bunları cəzalandırsınlar. Əllərini kəsirlər, gözlərini çıxardırlar. Aparıb bunları Mədinədən qıraqda bir dənə yer var. Hətta təyyarədən düşəndə o yer görsənir. Orada zəlzələ vulkan olmuşdu. Qara yerdir belə, daşlıq. Mədinədə təyyarədə düşəndə o yer görsənir. Onları tərk edirlər orada. Cəmaatdan başlayırlar su içməyə, su istəyirlər, heç kəs də vermir. O çobanı necə öldürürlər? Onları hələ cəzalandırırlar. Bu hədis dəlildir ki, bir neçə adam bir nəfəri öldürsə, onlar hamısı öldürülür. Bu hədis dəlildir. Və yəni, burada Şeyx Rahimullah gətirmək istəyir ki, yəni orada Peyğəmbər sallallahu aleyhi ve sellem ki, dəvənin sidiyini içsinlər. Dəvənin sidiyini içsinlər. Təbii ki, bu əgər ciddi nəsə olsa, amma südü bir müşkül məsələ yoxdur. Hətta dəvənin südü ləzzətlidir. Mən düzü içməmişdim Mədinədə olan vaxtda, içmədim. Sonra elə oldu ki, Qazaxıstanda içdim, mənə qardaşlar verdilər Almatıda. Xoşum gəldi. Dəvənin südü çox dadlıdır. İnşallah bir fürsət olsa üçün xoşunuza gələr inşallah. Deməli, burada yəni demək istəyir ki, Əbu Musa deyir ki, yəni namaz qılmaq olan yerində olar. Aydındır. Sonra Şeyx burada rahimehullah, İmam Buxari həmin babda 234-cü hədisi gətirir. Deyir, həddəsənə Ədəm. Həddəsənə Ədəm hicrətin 220-ci ilində vəfat edib. Qalə həddəsənə Şubə, qalə əxbarana Əbu Təyyah, Yezid ibn Hümeyd, ən Ənəs qalə kənən Nəbi sallallahu aleyhi ve sellem yusalli qablə ən yubnəl məscid fi marabidil qənəm. Məscid tikilməmişdən qabaq Ənəs deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem qoyunlar saxlanan yer yox idi. Orada namaz qılıb. Bunu göstərir ki, oralar təmiz sayılır. Yəni namaz qılmaq olar. Sonra burada rahimehullah 67-ci babda fəsildə buyurur ki, Bəbu mə yəqa'u minən nəcəsəti fissəmni vəl-mə'i. Yəni söhbət gedir ki, əgər yağa, suya nəcis düşsə, yəni onun hökmü nədir? Yəni onu demək istəyir. Rahimehullah. Burada deyir ki, qalə Zuhri lə bəsə bil-mə'i mə ləm yuğayyir ta'mun əv reyxun əv ləvun. Və qalə Hammad lə bəsə bil-işi əl-meytə. Və qalə Zuhri fi idamil mawta min nəhvəl fil və qeyri. Ədrəktu nəsən min sələf əl-uləmə yamdişunə bihə yəddəhinunə fiyhə lə yarunə bihi bəsə. Qalə İbn Sirin və İbrahim və lə bəsə bihticərətil hac. Deməli, burada rahimehullah İmam Buxari birinci rivayətlər gətirir.
ki, Zühridən və s. Yəni, əgər suyun iyi, rəngi, dadı dəyişməyibsə, hətta nəcis düşsə, o su təmizdir. Lakin sualından belə, sözündən belə görürsə ki, fərqi yoxdur, az ya çox. Və sonra deyiblər ki, məsələn, quşun məsələn, tükü düşsə və ya ölmüş heyvanın sümüyü düşsə, hətta bəzi alimlər məsələn, necə şeyx deyir, İbn Sirin deyir ki, fələ bəhsə bi ticarətil hac. Yəni, ölü heyvanların sümüklərini istifadə etməkdən danışır, deyir, filin dişlərini satmaq olar. Filin dişlərini. Çünki deyir, ondan bəzi o vaxtı, bəzən darağzad edirdilər filin sümüyündən. Darağzad edirlər, istifadə edirlər sümüyü. Tayyib. Lakin səhih budur ki, necə gəlib hədisdə, su əgər iki güllə olsa, ora nə düşdü, o su təmizdir. Ən az 2 güllədir. Bir güllə nə qədərdir? 250 litr. Yəni, su əgər 500 litr olsa, ora nə düşsə, o su mundar salim olardı. Sən görmürsən, məsələn, dəniz. Belə baxanda bütün şəhər, zat, hamısı kanalizasiyası oru gedir. Sən sual verə bilərsən ki, bəs nəcisdir yox. Çünki o da milyardlarla tonlar orada su var. Təsir eləmir ona. Təsir eləmir. Amma 500 litrdən az olsa, nəcis düşsə suya, dəyişsə məsələn, dadı, rəngi və ya iyi, o nəcis sayılır. 2 güllədən gedir söhbət. 2 güllə, hər bir güllə 250 litrdir təxminən. Deməli, burada Şeyx Rahimullah deyir ki, 235-ci hədisdə Həddəsənə İsmail 226 vəfat edib, qala Həddəsənə Məlik İbn Şihab an Ubeydillah İbn Abdillah hicrətinin 98-ci də vəfat edib, İbn Utbə İbn Məsud İbn Abbas Meymunətə, Meymunə Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrindən biri idi. Ənə Rasulullah sallallahu əleyhi və səlləm su'ila an faratin saqatat fi samnin. Faqala alquha və ma havlaha fatra'uhu və kulu samnakum. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdular ki, Meymunə deyir zövcəsi. Deyir, mən eşitdim. Deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdular ki, yağın içinə sıçan düşüb. Onun hökmü nədir? Yağın içinə sıçan düşüb. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, düşən yeri və ətrafını götürün və qalanını istifadə edin. Burada söhbət gedir, əgər quru halındadsa, bərk halındadsa. Lakin söhbət gedir, alimlər ixtilaf ediblər, birdən maye halındadır. Maye halında. Maye halında, əgər qarışıbsa, görürsən, artıq hamısı atılmalıdır. Yox, əgər quru haldadsa, donmuş halda, o yeri fəqət kəsib atırsa, qalanın istifadə eləmək olar. Belə Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyir. Sonra 236-cı hədisdə deyir ki, Həddəsənə Ali ibn Abdullah, qala Həddəsənə Ma'an, qala Həddəsənə Malik, an ibn Şihab, an Ubeydillah ibn Abdillah ibn Utbə, ibn Məsud, an ibn Abbas, an Meymunətə, ənə Nəbi sallallahu əleyhi və səlləm su'ila an faratin saqatat في سمن فقال خذوها وما حولها وفاطرحوه قال معا حدثنا مالك ما لا أحصيه يقول عن ابن Abbas عن Meymunə. Həmən hədisdə, həmən rivayətdir. Və burada cümhur alim bu hədisi götürərək ayrıblar. Donmuş halda, bərk halda və maye halında. Çünki mayədə ixtilafdır. İbn Abdülbar rahimehullah deyir ki, donmuş halda ittifaqdır. Donmuş halda ittifaqdır ki, o yeri götürürsən, başqa yerin istifadə eləmək olar. Amma maye halında ixtilafdır. Və cümhur alim, yəni çoxsu ki, əhli halda nəcis sayılır. Hamısını tullamaq lazımdır. Hamısını tullamaq lazımdır. Sonra burada həmən fəsildə 237-ci hədisdə deyir ki, Həddəsənə Əhməd İbn Muhammed, o hicrətin 238-ci də vəfat edib, qala Əxbarana Abdullah, yəni Abdullah ibn Mübarək hicrətin 181-ci ilində vəfat edib. Qala Əxbarana Ma'mar hicrətin 135-ci ilində vəfat edib. Həmməm ibn Münebbih ən Əbi Hüreyrətə ənə Nəbi sallallahu əleyhi və səlləm qala kullu kəlmin yukləmə el-muslim fi səbilillah təkunu yevməl qiyaməti kəyətihi izə tu'inət təfəcəru dəmə el-lonu lonu dəm vəl-arful misk. Burada sonra həmən fəsildə Şeyx Rahimullah başqa bir hədis gətirib. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah yolunda bir müsəlman əgər ölürsə, onun o qan çıxan yeri, yaraları qiyamət günü
necə var həll olacaq. Yəni qan, həmən qan olacaq, həmən rəng olacaq və iyi isə o qanın ətir iyi verəcək. Yəni burada göstərir ki, şəhidliyin fəziləti. Şəhidliyin fəziləti və şəhid, meydanda ölən şəhid yuyulmur. Yuyulmur. Sadəcə üzü zadı bağlanır, əli də bastırılır o paltarla. Çünki qiyamət günü kim necə ölüb, elə də qalxacaq. Şəhid qalxanda yaralıları hələ təzədir, hələ qan axacaq. Yəni artıq ehtiyac yoxdur da bu nəsə desin. Bədəninə baxıb görünəcək hər şey. Bu necə adamdır? Yəni şəhiddir. Burada şəhidliyin fəziləti var, həm də fərqlənir görürsən ki, qiyamət günü insanlardan fərqlənəcək. Təbii ki, burada söhbət gedir meydanda ölən. Sonra Şeyx Rahimullah 68-ci fəsildə buyurur ki, və əl-bəvli filmə iddaim. Axmayan, qalan suya bövl eləmək, yüngül bayra çıxmaq. Yəni, tutaq ki, sudur, axan yeri yoxdur. Giriş yeri yoxdur, axan dayanıb. Elə yerə bövl eləmək olar? Olmaz təbii ki. Olmaz. Məsələn, göldür bağlıdır. Nə su girir, nə çıxır. Elə yerə olmaz bövl eləmək. Ümumiyyətlə, hətta axan da o demək deyir ki, bövl. Fərqlidir. Bura qəti olmaz. Elə yerə qəti olmaz. Burada, deməli, 238-ci hədisdə şeyx buyurur ki, qalə Əbul Yəmən. Əbul Yəmən 222-də vəfat edib. Qalə əxbarana Şuayb. Şuayb 162-də vəfat edib. Qalə əxbarana Əbu Zinad. Əbu Zinad 130-da vəfat edib. Qalə Abdurrahman İbn Hurmuzəl A'rac. O da 117-də vəfat edib. Həddəsə o ənəhu səmiyə Əbə Hureytə ənəhu səmiyə Nəbi sallallahu aleyhi ve sellem yəqulu nəhnul əxərun əs-səbiqun. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, biz ümmətlərin içində axırıncı olsaq da, yəni zamanla, və lakin onlardan irəli olacaq, yəni savabla. Onlardan irəli olacaq, yəni savabla. Və bu fəsildə də Şeyx Rahimullah sonra gətirir ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, lə yəbullənə əhadukum filmə iddəim əlləzi lə yəcri thümmə yəxtəsil fi. Deyir, heç yana giriş, çıxışı olmayan bir yerə bövl eləyib, sonra oradan çinmək olmaz. Oradan çinmək olmaz. Onu göstərir ki, axar sunan bağlı sunun arasında fərq. Aydın qardaşlar, elə burada dayanaq. Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizə işli faydalardan etsin. Esselamu aleykum və rəhmətullah.